Yaxşı mənadakı icadlarınız xəyalən də olsa çox olsun əziz tamaşaçılarımız. Demək, məsələn, mən hal-hazırda çalışıram, elə deyilmi? Və müəyyən müddətdən sonra mənim təqaüdə çıxmaq vaxtım gələndə pensiya alacağım. Amma hansı ki mən dünyadakı tendensiyalar müzakirə eləyirəm ki, dünyada belə bir məsələ var ki, sən pensiya çıxmadan öncə də dövlət büdcəsində yığılan sənin adına o vasitədən istifadə eləyərsən. Söhbət nədən gedir? Vəfat edən şəxsin yığılan pensiya kapitalının aqibəti son dövrlər əsas müzakirə mövzularından biridir. Hətta Milli Məclisdə də bu barədə bir sıra təkliflər irəli sürüldü. Çünki ölkəmizdə pensiya yaşına çatmadan dünyasını dəyişən kifayət qədər insan var və həmin şəxsin ailə üzvləri bu puldan istifadə edə bilmirlər. Mövzu ilə bağlı müzakirələr nə yerdədir? Ümumiyyətlə, qanunvericilikdə dəyişiklik nəzərdə tutulurmu? Bax, bununla bağlı bizim əməkdaşımızın bir araşdırması var. Gəlin ona diqqət yetirək. Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya kapitalı formalaşdırır. Təqaüd yaşı çatdıqda isə dövlətdən pensiya alır. Ancaq təqaüd yaşına çatmadan vəfat edən şəxslər də olur. Belə olan halda yığılan pulun aqibəti insanlarda maraq doğurur. Bir neçə gün əvvəl millət vəkili Əziz Ələkbərli mövzu ilə əlaqədar olaraq komitə iclasında təklif irəli sürdü. Bəzən elə olur ki, ailə öz başçısını itirəndən sonra dərhal çox acınacaqlı vəziyyətə düşür, uşaqlar körpə olur və həyat yoldaşının da pensiya çıxmağına 10 il, 15 il, 20 il müddət qalmış olur və hələ məlum deyil ki, o qədər müddətdən sonra bu ailənin dolanışığı nə olacaq və o pensiya ehtiyacı olacaq ya yox. Ona görə elə hesab eləyirəm ki, həyatını itirmiş ailə başçısının dəfnidir, yas mərasimlərinin yola verilməsidir. Bu məsələləri yoluna qoymaq üçün heç olmasa 30%-dən başlamaq olar və elə bilirəm ki, buna da getmək lazımdır. Çünki vətəndaşın kartına yığılmış sosial sığorta məbləği onun qanuni haqqıdır və vətəndaşın ailə üzvləri heç vaxt bu məbləğdən məhrum edilə bilməz. Millət vəkili deyir ki, bu məsələdə beynəlxalq təcrübədən faydalanmaq lazımdır. Yeni Zelandiya, Sinqapur və Estoniyada vətəndaşlar müəyyən şərtlərlə pensiya vəsaitlərinin bir hissəsini vaxtından əvvəl götürə bilirlər. Əhalinin pensiya təminatı ilə bağlı təbii ki, beynəlxalq təcrübə var, müxtəlif ölkələrdə təcrübələr var. Bunların hamısı araşdırılır, vaxtaşırı qanun layihələrinə lazımi dəyişikliklər edilir. Bu dəyişikliklərin hamısı əhalinin sosial rifahını, pensiya təminatını daha da yaxşılaşdırmağa istiqamətlənibdir. Mən şübhə eləmirəm ki, biz pensiya təminatının daha da yaxşılaşdırılmasına, o cümlədən də həyatını itirmiş adamın sosial sığorta məbləğinin onun həyat yoldaşına və yaxud ailə üzvlərinə çatdırılması ilə bağlı təkliflərə yenidən baxıb optimal varianta gedəcəklər və elə hesab edirəm ki, bu məsələ getdikcə öz həllini tapacaqdır. Yaxın günlərdə Milli Məclisdə müzakirə olunacaq. Ümid edək ki, insanların yığılan pensiya kapitalından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilər. Jalə Qəhrəman qızı, Elvin Zeynalov. Beynəlxalq təcrübədə belə bir ümumiyyətlə qanunvericilikdə beynəlxalq təcrübədə var ki, insan müəyyən necə deyərlər, pensiya yaşına çatmadan həmin o vəsaitdən istifadə edə bilər. İndi düşünün ki, məsələn, bizim ölkəmizdə də qanunvericilikdə bu məsələ tənzimlənməsə, həm insanların sosial vəziyyəti nə qədər yaxşılaşmış olar. Məsələn, ipoteka məsələlərini həll eləyə bilərlər, özləri üçün mülk tikə bilərlər. Eyni zamanda o problemli kreditlər var, bax, onu bağlaya bilərlər. Gör, nə qədər ümumiyyətlə, nə qədər məsələlər öz həllini tapmış olar. Ömrüyə də güvən yoxdur. Bilmək olmur ki, mən pensiya yaşına qədər yaşayacağam mı və yaxud da pensiya yaşından sonra nə qədər ömür sürəcəm. Yəni, mən o mənə aid olan vəsaitdən ağız dadıyla istifadə eləməyəndən sonra bunun nə faydası ola bilər. Və mən ümid edirəm ki, bizdə hansı ki Milli Məclisdə bu qanunvericiliklə bağlı məsələlər müzakirə olunacaq. Ümid edirəm ki, bu məsələlər həqiqətən orada tənzimlənmiş olar. Demək,